Salam uşaqlar. Bu gün də trigonometriyadan davam edirik. Köməkçi arqument nə deməkdir? Onu araşdıracağıq. Deməli, məsələdə deyir ki, isbat edin ki, a sinus x toplansın b kosinus x ifadəsi üçün ə çırğı, yəni ən kiçik qiymət bərabərdir mənfi kök altda a kvadrat topla b kvadrat. Ən böyük qiymət isə bərabərdir müsbət kök altında a kvadrat topla b kvadrat. Düsturun izahına başlamazdan öncə, yəni məsələnin izahına başlamazdan öncə, əvvəlki videolarda isbat etdiyimiz bir qaydanı xatırlayaq. Hansı qayda? Sinus və kosinusun toplama teoremi. Sinus alfa üstə gəlinsin beta və ya sinus alfa çıx beta nəyə bərabər idi? Sinus alfa kosinus beta plus minus kosinus alfa sinus beta. Bəs kosinus alfa topla beta nəyə bərabər idi? Ya da kosinus alfa çıx beta nəyə bərabər idi? Kosinus alfa kosinus beta toplama olsa çıx olurdu, çıxma olsa toplama olurdu. Minus plus sinus alfa sinus beta. Bunları xatırladıqsa, indi məsələmizə keçə bilərik. İndi ifadəyə diqqətlə baxsaq, a sinus x topla b kosinus x. Deyək ki, məsəl üçün, bir düzbucaqlı üçbucaq olsun. Bir düzbucaqlı üçbucaq. Bu düzbucaqlı üçbucağın katetləri a və b ədədləri olsun. Yəni, bir katetin uzunluğu a qədər, digər katetin uzunluğu da b qədər olsun. Və burada bir iti bucağa da bir alfa deyək. Yəni, x bucağı yox. Bu dərsin adı köməkçi arqumentdir. Bax, buradakı köməkçi arqument əslində alfa bucağı olacaq. İndi məsələnin davamında başa düşəcəyik bunu. İndi baxırıq. Bir dənə burada məlumatlar da yazaq alfa üçün. Sinus alfa nəyə bərabərdir? Qarşı katetin hipotenuza bölünməsi. Kosinus alfa nəyə bərabər olmalıdır? Bitişik katetin hipotenuza bölünməsi. O zaman burada hipotenuzun uzunluğunu tapaq. Hipotenuzun uzunluğu kökün altında a kvadrat topla b kvadrat olmalıdır. Pifagor teoremi ilə. İndi bu ifadəni götürək. A sinus x topla b kosinus x bərabər olsun. Bu ifadənin hər tərəfini kök altda a kvadrat topla b kvadrat ədədinə vuracam və kök altda a kvadrat topla b kvadrat ədədinə böləcəm. Həm vuracam, həm böləcəm. Niyə? Aşağıda sinus alfa və kosinus alfanın qiymətini tapaq, sonra aydın olacaq bizə bu. Deməli, sinus alfa bərabər olacaq b bölünsün kök altında a kvadrat topla b kvadratı. Kosinus alfa nəyə bərabər olacaq? A bölünsün kök altında a kvadratı topla b kvadratı. İndi məsələmizə geri dönək. İndi a sinus x topla b kosinus x ifadəsinə baxsaq. Burada bir əmsal görürük a. Əgər o əmsal a yox, a bölünsün kök altında a kvadrat topla b kvadrat olsaydı, mən o ifadəyə kosinus alfa deyə bilərdimmi? Bəli, deyərdim. O səbəbdən də bu ifadənin hər tərəfini, az öncə dediyim kimi, bu kök altılı ifadəyə, kök altı a kvadrat topla b kvadrat ifadəsinə həm bölüb, həm vurmalıyam. Biraz uzun olacaq, yazaq bunu buradan. Deməli, bir dənə kök altında a kvadrat topla b kvadrat vurğu yazıram. Vur, mötərizədə a bölünsün kök altda a kvadrat topla b kvadrat vur sinus x. Sinus x toplansın b bölünsün kök altda a kvadrat topla b kvadratı vur kosinus x. Məsələnin bu hissəsi çox mürəkkəb imiş kimi görsənir. Amma videonu burada saxlayıb bir məsələyə diqqətlə baxsaq bu misala, əslində çox qəliz olmayan bir şey görəcəksiniz. Yəni ki, mən bu ifadəni kök altda a kvadrat topla b kvadratı böldüm, həm də vurdum. Yəni, məsəl üçün bunu belə yoxlaya bilərsən. Geri dönüş elə yoxla. Bunu bu ifadəyə də vur. Mötərizənin xaricindəki vurğu, içəridəki hər bir toplanana vur. Açsan görəcəksən ki, yenidən bu ifadəni almış olduq. Və bunu belə etməyimizin səbəbi isə videonun ilk başında izah elədiyimiz sinus və kosinusun toplama teoreminə gətirib çıxartmağımızdır. Yəni, indi bax indi aydınlaşacaq hər şey.
Kök altda a kvadrat topla b kvadratı vur. A bölünsün kök altda a kvadrat topla b kvadrat əvəzinə nə yazacaq? Kosinus alfa yazacaq. Yəni sinus x kosinus alfa. Yəni bu, bax bu oldu. Topla kosinus x, bax bu nədir? Sinus alfadır. Yəni b bölünsün kök altda a kvadrat topla b kvadratın əvəzinə nə yazıram? Sinus alfa yazıram. İndi biz bu ifadəyə diqqətlə baxsaq, nə görmüş oluruq? Kök altda a kvadrat topla b kvadrat yazıldı. Vur. Sinus x kosinus alfa topla kosinus x sinus alfa nə olur? Sinus x topla alfa olmuş olur. Bunu yaddaşda saxlayırıq. Və bu arada, məsəl üçün mən bu katetləri A ilə B adlandırmışdım. A ilə B-nin yeri dəyişik olsaydı, yəni burada A olsaydı, bitişik katetdə B olsaydı, o zaman burada da sinus, kosinus, kosinus, sinus yox, kosinus, kosinus, sinus, sinus olacaqdı. Orada kosinusun toplama teoremi alınmış olacaqdı. Mən indi sinusun toplama teoremini seçib onunla izah etməyə çalışdım. İndi ən sonda aldığımız bu ifadəyə diqqətlə baxırıq. Trigonometriyadan biz bilirik ki, sinusun qiymətlər çoxluğu, sinusun özünün qiymətlər çoxluğu -1 ilə -1 arasındadır. Və -1 ilə -1 arasındakı hər bir ədədi kök altında a kvadrat toplansın b kvadratına vursaq, nəticədə nə alınmış olur? Kök altında a kvadrat b kvadratını -1-ə vuranda mənfi kök altında a kvadrat topla b kvadrat alırıq. 1-ə vuranda isə müsbət kök altında a kvadrat topla b kvadrat almış oluruq. Yəni ki, bu axırıncı aldığımız aralığa baxsaq, yəni sinus x-in, yəni sinus ifadəsinin ümumiyyətlə qiyməti -1 müsbət 1 aralığında olduğundan bu ifadənin ən kiçik qiyməti mənfi kök altında a kvadrat topla b kvadrat olmuş olacaq. Ən böyük qiyməti isə müsbət kök altında a kvadrat topla b kvadrat olmuş olacaq. Məsələ burada isbat olundu. İndi isə bu ifadənin iki dənə funksiyadan bir funksiya ilə ifadə olunmasına aid bir nümunə də işləyim ki, bunu daha yaxşı başa düşək. Məsəl üçün 2 dənə nümunəyə baxaq. İndi bu birinci ifadəyə baxırıq ki, əmsallar 1 ilə 1-dir əslində. Yəni 1 vur sinus x topla 1 vur kosinus x-dir. O zaman bu ifadə üçün kök altda a kvadrat topla b kvadrat, yəni bax burada da qeyd eləmişdik. Kök altda a kvadrat topla b kvadrat nədir, onu axtaraq. Kök altında 1-in kvadratı topla 1-in kvadratı eləyir kök altında 2. Demək, mən bu ifadənin hər tərəfini kök altda 2-yə vuracam və böləcəm. Yəni 1 bölünsün kök altda 2 sinus x toplansın 1 bölünsün kök altda 2 kosinus x. Bu da bərabərdir. Kök altında 2. Mən yenə sinusun toplama teoremi alınsın deyə sinus x kosinus, sinus kosinus topla kosinus sinus şəklində göstərməyə çalışacağam. Yəni kök altda 2 vurulsun sinus x, sonra düşünək. Bu 1 bölü kök altda 2 nəyin kosinusudur? 45 dərəcənin. Kosinus 45 dərəcə toplansın kosinus x vur. Bu birisi 1 bölü kökdə 2 nəyin sinusudur? Kosinus x sinus alfa olmalıdır. 45 dərəcəndə o da. Sinus 45 dərəcə. Və nəticə olaraq baxırıq ki, kök altında 2 sinus x kosinus 45 üstə gəl kosinus x sinus 45 sinusun toplama teoremi bərabər olur kök altında 2 vurulsun sinus x topla 45 ya da x toplansın pi bölünsün 4. Digər nümunəyə baxaq. Digər nümunə kök altda 3 bir də 1. Əmsallar kök altda 3 ilə 1. Yenə indi fikirləşək. Kök altda 3 ilə 1 üçün a kvadrat topla b kvadrat nədir? Kök altda 3-ün kvadratı 3 topla kök altda topla 1-in kvadratı 1. Kök altda 3-ün kvadratı 3 topla 1-in kvadratı 1. Kökü 4-ün kökü 2. Demək, buradakı həmin o ifadə kök altda a kvadrat topla b kvadrat ifadəsi 2-dir. O zaman bu bərabərliyi, bu ifadəni daha doğrusu 2-yə vurub 2-yə bölməliyəm. Yəni 2 vur yazıram. Nə olur? Kök altda 3 bölü 2 sinus x toplansın 1 bölü 2 kosinus x. Yenə bərabərdir.
2 vurulsun sinus x. İndi düşünək, kök altda 3 bölü 2 nəyin kosinusudur? Çünki sinus, kosinus, topla kosinus, sinus olmalıdır. Kök altda 3 bölü 2 nəyin kosinusudur? 30 dərəcənin kosinusu olmalıdır. Bəli, 30 dərəcənin kosinusudur. Kosinus 30 yazaq ya da kosinus pi böl 6 yazaq. Toplansın, kosinus x vurulsun. İndi 2də 1 nəyin sinusudur? Onu fikirləşək. 2də 1 nəyin sinusudur? Cədvəldə baxa bilərsiniz, 30 dərəcənin sinusudur. Sinus 30 dərəcə ya da sinus pi böl 6. Pi bölünsün 6. Bu da bərabərdir. İndi görürük ki, burada nə alındı? Sinus x kosinus pi böl 6 topla kosinus x sinus pi böl 6. Yenə sinusun toplama düsturu nə olmuş olur? Sinus x toplansın pi böl 6 alınmış olur. Bununla da a sinus x toplansın b kosinus x ifadəsinin ən böyük qiyməti və ən kiçik qiymətinin a kvadrat toplu b kvadratın kökü olmuş olduğunu isbat etmiş olduq və köməkçi arqumentə aid də 2 dənə suala baxdıq. Ümid edirəm ki, faydalı olmuşdur. Növbəti videolarda topludan isbat suallarına baxmağa davam edəcəyik. İzləmədə qalın. Sağ olun.